Herkese salamlayıram. Özel bir həftə diləyirəm sizə. Sağlıqlı, huzurlu, sevdiklərinizlə birlikdə gözəl xəbərlər alasınız. Amma mənim indiki xəbərim sizə gözəl xəbər deyil. Az yaşlı bir qızınız var. Nə üçün yazsınız? Mikrofon yazın. Qardaş bacımı axtarmaq üçün gəlmişəm. Qardaş bacını axtarmaq üçün. Bəli. Qardaş bacının harada idi? İtkin düşməyib, anam götürüb aparıbdı. Anan götürüb aparır. Və sən Bəli. kimin yanındasan? Atamın yanında qalıram. Ana götürüb aparır. Atası gilə. Yəni babam gilə. Yəni sən baban girdə görə bilməzsən qardaş bacını. Gətirmirlərdən deyir ki, vermirik. Bəs anan sənin üçün darıxmır? Xeyr, bir dəfə zəng edib demişdi ki, paltarımı verin, məni soruçmadı. Anan üçün darıxmısan? Qardaş bacım üçün darıxmışam. Bəs ana? Anam məni atıb gedib, onun üçün niyə darıxım ki? Ana ata bilməz balasın. Bəlkə nəsə olub? Ana səndən niyə imtina edəsin ki? İmtina edib səndən? Bəli, İstəmirsən. xeyr. Niyə? Bilmirəm, durduğu yerdə imtina elədi. Yaxşı, o biri qardaş bacının neçə yaşı var? Qardaşımın 10 yaşı var, bacımın 9. Onlar darıxır sənin üçün. Bilmirəm, darıxıram, mən darıxıram. Görmək istəyirsən. Bəli, Baban gilə gedib görə bilməzsən, gedərəm, amma görüşdürməzlər. görüşdürməz. Neçə ilə ananı görmüsən? 3-4 il olar bəlkə. 3-4 il? Hə. Aa. Nənəm daha doğrusu baxın, mən atamın yanında qalıram, atama qulluq eləyirəm. Yeməyimi bişirirəm, verirəm, yeyir. Neçə yaşın var? 14 yaşın var. 13. 13? Tamam. Bəli. Bəli. 14-ə keçmirsən. Yaxşı. Ata xəstədir. Bəli. Onun yeməyini sən hazırlayırsan. Bəli. Sən bax. Bəli, qulluq edirəm. Oxuyuram, izləyib. İstəyirəm deyirsən. Bəli. Böyle Hə. kim? Həkim olmaq. İndi məndən bu qardaşından qovuşmaq üçün gəlmişsən. Bəli. Bəli. Bir yetim olmaq deməkdir. İstəyirsən. Ama benimki hayattadır. Benimkisi hayattadır. Çok çetinler aslında. Dehşet ağır bir şey. İnsanın nefesi bir bazen tükenir. Galiba. Belki de sen ağlayacaksın, pişman olacaksın. Belki de sen onunla kavuşacaksın. İsterdin mi barışılsın? Bəli. Ben bilirim sen ananı çok istiyorsun. Gelirsen qayıtsın eve. Bəli, atama qulluq eləsin. Tam irade kimi yaşayasın. Bəli. Bütün bir aile. Bəli. Uşaqlar, ata, ana. Sen Bəli. de okuyorsan.
Həkim olmasın. Hı? Bəli. İcazə verirsən, mən anamla getireyim. Siz bilərsiniz. Sizi salamlayıram. Gözəl bir həftə diləyirəm sizə. Sağlıqlı, huzurlu, sevdiklərinizlə bərabər. Balaca bir qızımızı gördünüz. Yəni, ana öz balasını qoyub necə gedə bilər? Necə öz uşağına? Nə bilim vallahi, yəni mən yəqin yenə deyirəm, daş dövründə yəqin yaşayıram. Bu arada Aygün və Reyhan da tapılıb. 16 apreldə Maçdağda itkin düşmüşdü. Hər ikisi tapılıb. Ailə mənimlə əlaqə saxladı gecə ilə. Dedilər ki, sığınacağa verilib. Yəni, araşdırma gedir deyə heç nə deməyəcəm. Bildiyim odur ki, taksi sürücüsünün evində gizləniblərmiş. Yəni, sadəcə onu deyirəm. Nə olur olsun, məncə psixoloqlar danışmalıdır. Qızlar ailələri ilə, hər iki tərəflə danışıqlar getməlidir və qızlar öz ata-analarının yanında olmalıdır. İndi araşdırmadan sonra mən bilmirəm nə olacaq, amma psixoloqlar hər iki tərəflə çalışmalıdır. Mən deməli, ailədən mənə bəzi məqamlar danışılıbdır. Ona görə mən bu barədə heç nə danışmayacağım. Ancaq bütün valideynlərə üzümü tutub deyirəm ki, uşaqlarınızla yaxın olun. Onları sevin. Sevgi təkcə övladınıza dərs vermək, təhsil, yaxşı məktəblərdə oxumaq üçün əlinizdə oxulub dayanıb başının üstündə dayanmaq deyil. Sevgi təkcə bununla bitmir, əziz valideynlər. Uşaqlar çox yaxşı oxuya bilər. Onların dilini tapmaq lazımdır. Yönləndirmək lazımdır. Döyməklə, qışqırmaqla, vurmaqla, bağırmaqla heç bir şeyə nail ola bilməyəcəksiniz və hələ indiki dönəmdə. Bəlkə də mənim dönəmimdə bu mümkün idi, amma indi mümkün deyil. İndi dünya sizin evinizdədir və bizim uşağımızı sosial şəbəkələr uşaqlarımızı idarə edir, maalesef. Təəssüf, kənar qüvvələr daha çox idarə edir, nəinki valideynlər. Ona görə belə bir dünyada və belə bir hal-hazırdakı durumda uşaqlarla iç-içə olun. Vəssalam, sadəcə bunu deyirəm. Mən, balaca qızımız var, indi onu mən dəvət etmədən, nənə də buradadır. Nənə də buradadır. Amma bir uşaq öz qardaş bacısına qovuşmaq üçün buradadır. Yəni, balaca qızımız deyir ki, mən qardaş bacım üçün darıxmışam, onları istəyirəm. Başqa bir qadın isə uşaqlarını baxa bilmədiyi üçün sığınacağa qoymalıdır. Vəfa, buyur studiya. Uşağını sığınacağa qoymaq üçün gəlir. Belə deyək, uşaqlar, dərsə gedirsiniz, mikrofon ver. Oxuyursunuz, balalar.
Yox. Heç getməmisiniz məktəbə. Neçə yaşın var? 9. 9. Gəl bura oğlum. Gəl mənim bana. Məktəbə gedirsən? Yox ha. Sən də getmirsən. Sən heç məktəbə getmirsən? Yox. Bir dəqiqə. Gedirsən məktəbə? Çıxın çöldə gözləyir, uşaqları çıxarın. Siz yox, mənim. Deməli, iki uşağının heç biri oxumur. Mikrofonu götürmür. Bir xanım, bir il gediblər. Bir il gediblər. İndi bunun 10 yaşı var. Bu niyə 9 il hara gedibdi? 9 indi 1 ildir, 6 yaşından gedir. Elə Bu iş- 2 il niyə gedib? İstəmişəm, göndərəməmişəm, imkanı olmayıb. Uşaqların atası hardadır? Yoxdur. Necə yoxdur? Bunlar deyir, mənim atam, mənim balam deyir. İkisi Necə də. yəni mənim balam deyil? İkisi də deyir, mənim balam deyir, deyir. Deyin tez verəcəm. DNK istəyir. Verək də DNK. Verdim. Biri verir, dalımız o da dayandırır. Nəsil kökü qoymur verməyə. Başa 2 dənə ərə getmisiniz. Deməli birincidən bir uşaq olub, ikincidən 2. İndi o biri aliment verirdi, o da dayandırır. Hə, bacısının olanları göz verir, işıq verir. Necə? Bacısının olanları. Bacısının oğlanları qoymayıb verməyə. Elə Niyə? ailəmi də onlar dağıtdı. Ailənin də bacısının oğlanları o. Şamo, Sepi, Xaləddin, Siz hardan, hansı rayondan gəlmisiniz? Kürdəmirdən mən Kürd- Ucara ayrılabilmişdim. Ucarda. Bu birinci ailən Ucardan idi. Adı nə idi kişinin? Rasim, Rasim. Onunla neçə il bir yerdə yaşadı? 5 il. 5 il. Hə. Oğlun dünyaya gəldi. Xəstə oldu, sudurğalı. Sudurğalı doğuldu və müalicə elətdirirsən. 5 yaşına kimi elətdirdim, getdi. Amma ondan sonra da imkanım olmadı. Getdi, yəni sudurğa getdi, amma dedi hər ehtimala qarşı qorun da bu uşağı. Amma 14 yaşı var, hər şeydən qalıb da geri. Yəni sud 5 yaşına qədər müalicə elədim, uşaq sağaldı. Hə. Sonra dedilər ki, ildə bir dəfə müalicəyə get. Hə. Sən getmədin. Getmədim Uşaq mən. qayıtdı, təkrar yenə də sudurğalı. Yox, sudurğalı deyil indi, amma belə Psixoloji, 15 yaşı var, amma 15 yaşına keçdi sabah bir gün. Yəni dünya görüşü yoxdur uşağa. Evdə qoyub işə gedə bilmirəm. Məktəbə getmir. Jailə xanım nədən ola bilər? Jailə xanım yəqin Yəni telefonda da onun şəkili var da Bir belə. dəqiqə. Epilepsiya elə bir xəstəlikdir ki, həm içdiyi dərman preparatları, epilepsiya əleyhinə içilən dərman preparatları, həmçinin epilepsiyanın özü hər dəfə tutmalarının olması beyində müəyyən qrup neyronları öldüyü üçün yaddaş və qavrama zəifliyi yaranır. Yəni mən baxmaq istəyərdim o uşağa, bir müayinə eləyərdim ətraflı, müayinə etmək istəyərdim yəni. Yəni əgər belə deyək də siz bu müalicəyə başlasaz, təbii ki, indi siz müayinədən sonra Bəli, deyəcəksiniz. müayinədən sonra. Bu uşağı normal bir vəziyyətə gətirmək olar. Xoşqədəm xanım, mən uşağı tam görmədiyim üçün dəqiq bir söz deyə bilməyəcəm. Tam müayinə eləyim, müayinə sonrası mən sizə dəqiq Aydın. deyəcəm inşallah. Aydın. Bəli. Aydın, aydın. Yaxşı, bəs bu qızın atası kimdir? Mikrofon. Qurban, Muradov Qurban oğlu. Muradov Qurbanoğlu. Yasamalda yaşayırlar. O da Yasamalda Özümüz yaşayır. kəsçimizdir elə. Aha, Kürdəmirdən. Sığırı kəndindən, hə. Hə, Kürdəmirdəndir. Bəs bu ailə quranda toy, düyün, Heç bir elçi toyum olmayıb xanım. elə qoşuldun hə, getdin. Elə eləsinə, anam elə Hə, udası. o da ondan sonra niyə bir uşaqlının toyu olmur xanım? Niyə ki elə əksinə Heç kənddə olur. birincidə toy olub Yox, elə bir yox, sorusu. əksinə elə kənddə olur. Kənddə mütləq bir ailələr bir-birinə gedir, gəlir. Ki, Normal yəni mənim ailələrdən qızım gedir. ikinci dəfə ailə qurur. Ata-anan hardadır? Atam yoxdur, anam da ki baxmır da. Anan Kürdəmirdə yaşayır. Yox, kətdə. Hansı Evi- kənddə? Hansı Sığır- rayonun hansı kəndi? Sığırı. Hə də Kürdəmirin kəndində də Bəli xanım. xanım, bəli. Aha. Yəni indi anan da deməli baxmır. Bəs qardaşın, bacın. Mən hətta mənə qorxusu var. Mən bura qorxuram çıxmağa. Mənə nəsə eləyəcəklər. Necə yəni sənə nə? Qardaşım, İki dəfə ərə Dünya getdiyini dərəbəylik qorxmur. yox. Bu İki qardaş dəfə ərə bacın gedirsən, hardadır? qorxmursan, deyirsən ki, Qardaş bəzi bacın qorxudu var. hardadır? Bacım baxmır. 3 dənə bacım var. 3 dənə bacım var. Onlar harda yaşayır? Biri kətdə, biri Kərarda.
Ailəlidirlər də. Hə, bir amma Bakıda Yaxşı, bir bacı qapısına gedib dedimmi ki, belə problemlərim var, mənə yardım deyir et. bizi yığma, bizdən pul istəyirsən ancaq, bizdən kömək istəyirsən, get deyir, otda başuy saxla. Neynə? Otda başuy saxla deyir. Otda? Otla nə dayanırsan? Yəni heyvan kimi deyir, get başuy saxla da deyir. Bu nə? Yaxşı, bəs qardaş? Qardaşım deyir, hətta sən ora çıxsan, sən keçəcəm uşaqlar onda. Dünya dərəbəylikdir də, yəni ki, bu dura, bu Azərbaycandadır, qanun var, qayda var. Siz də dərhal polisə müraciət edin. Sizi kimsə hədələdi, kimsə nəsə dedi, 102-yə zəng eləyin, polisə zəng eləyin. Rayonda, yaşadığınız rayonda polis bölmələri var. Yaxınlaşın ora, necə lazımdır sözünüzü deyin, qoyun sənə dediyini getsin polisdə desin, qanunla cəzasını da alsın. Bir, ikincisi, ay qardaş, əgər sən öz bacına belə bura çıxmağına narahatsansa, bir qardaş olaraq bacına sahib çıxıb kömək eləyərdin ki, o da bugün iki uşağının qoltuğuna vurub, gəlib burada deməzdi ki, mən balalarımı sığınacağa qoyuram. Bax, onda mən səni alqışlayardım, deyərdim ki, halal olsun sənin kimi qardaşa, sizin kimi bacılara ki, siz ona kömək eləmişsiniz. Sizin bacınıza, qardaşınıza siz kömək eləmirsinizsə və ya o kənddə biri, mən keçən dəfə bir hekayə danışmışdım və olmuş bir hekayəni danışmışdım ki, Amerikada səhv etmirəmsə, bir gün bir yaşlı kişi çörək uğurladığı üçün hakim qarşısına çıxarılır, cərimə edilir, o cəriməni hakim ödüyür. Çünki niyə? Sual verir ki, necə oldu ki, sən bu uğurluğu elədin? Deyir, ac idim, məcbur oldum uğurladım. O da deyir ki, sən cəriməni ki, pulla, bilmirəm, 10 dollar, 20 dollar cərimə kəsilir, o cəriməni mən sənin əvəzindən ödəyəcəm. Amma bu zalda oturan, o məhkəməni izləyən və səndən şikayət olanlar ki var, onların hamısını da cərimələr, pul ödəyəcəklər. Hər kəs şok olur. Niyə? Uğurlayan on bizə cərimə. Deyir, çünki əgər bir kənddə birisi ac qalıbsa, köməksiz qalıbsa, bir yerdə kimsə ona kömək eləmirsə, odur günahkar, odur bir kimsə sizə yardım etməmək, bir sahib sizə yardım etməmək, necə bir yersən ki, necə bir kəndsən ki, necə bir məhəlləsən ki, sənin məhəlləndə, kəndində ac biri var, köməksiz biri var, amma biriniz ona yardım edirsiniz. Məsələ budur. Hələ ailəni qoyuram kənara, ananı qoyuram kənara. Sahib çıxarsan, sonra da deməyəsən niyə efirə çıxdı. Efirə çarəsiz vəziyyətdə qalıb, çıxır bura. Çarəsiz. Qarşısını alsan, kömək etsən, sahib çıxsan, o da gəlib bura çıxmaz. Qısa bir aradan sonra davam edir.